أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, bugünkü mövzumuz bəzi xurafatlar barəsində olacaqdır ki, son zamanlarda verilən suallara görə yenidən bu barədə bir dərsin hazırlanmasına ehtiyac duyuldu. Uğursuzluğa inanmaq, ümumiyyətlə bu cür mövzulara dində təşəum deyilir. Təşəum. Yəni, ərəbcə araşdırmaq istəyənlər bu mövzuda araşdırsın. Bunun bütün dünya xalqlarında növləri çoxdur. Hər xalqda buna inanclar olmuşdur. Qədim ərəblərdə də, türklərdə də, hətta müasirlərimizdə də bu davam edir. Növləri çoxdur. Misal üçün, qulaq cınlaması, yəni qulaq cingiltisi. Uzun siqnal kimi səs qulaqdan gəlir. Bunu eşidəndə olur xalqlarda deyirlər, nəsə olacaq. Niyə? Deyir, qulağım cingildədir. Nəsə olacaq. Ya da bəziləri deyir, deyəsən, dindarlar ən çox buna deyir, yanından ölüm mələyi keçdi, kimsə öləcək. Ölüm mələyi keçəndə qulaqdan uzun siqnal səsi gəlir, güya. Bu inanclardır. Və yaxud da ki, damar atması, damar atır bəzən olur, yəni sanki yeri, ürək kimi döyünür damar. Bunu da pisliyə yozanlar var. Qabağımdan qara pişik keçdi. Gözüm atır, olur da belə göz atır bəzən, sanki qırpılır, sürətli qırpılır göz. Gözüm atır, nəsə olacaq, kimisi götürür bir qırmızı bir şey qoyur, parça, sap qoyurlar gözün üstünə ki, baxırsan, o nədir qoymusan ora? Deyir, gözüm atırdı, onu qoydum. Niyə qoymusan? Onu qoyanda yaxşı olur. Yəni, bu şər məndən keçər. Və yaxud da ki, birisi askırdı, askırdı yola çıxma. Niyə? Filankəsi askırdı. Gedənin arxasıca su atmaq. Qayçını açıq qoyma, pis olar. Bayquş evimə gəldi, həyatımıza bayquş gəlib, qarğa qarılladı. Bax, bütün bunların hamısı uğursuzluğa etiqad gedir. Dinimizə görə bütün bunlar və bunlardan saymaqla bitməz. Bunların hamısı İslam şəriətinə görə şirk bölümünə girir. Yəni, bunlara etiqad edən adam Allaha şərik qoşmuş olur. Çünki bunların hər birinin elmi cavabı vardır. Bunların dinlə əlaqəsi yoxdur. Sənin qədərinlə əlaqəsi yoxdur. Əgər birinin qulağı cınlayırsa, yəni cingildiyirsə, o zaman o adam tibbə görə ya bir stres keçirdib, yəni həmən bu yaxınlarda ya stres keçirdib, əsəbi olub, çox ciddi travma alıb və yaxud da ki, bəzən olur, çox səsküylü yerdən çıxandan sonra bu baş verir və yaxud da çox sakit yerdən çıxandan sonra da bu tibbdə görünmüşdür bunun müayinəsində ki, bunlardan baş verə bilir. Bunun daha sənin qədərinlə əlaqəsi yoxdur. Ölüm mələyi yanından keçməklə qulaq cingildəməz. Damar dartınırsa, deyir, pis olacaq. Niyə? Deyir, damarım döyünür. Nəsə pis olacaq. Bu, qədər ilə pis olacaq, sənin talehindən siqnal verəcək bir şey deyil. Bu, sənin bədənində, anatomiyanda bir problem var. Onun siqnalıdır, bəli. Bu mənada pis olacaq düşünmək olar. Həkimə getmək lazımdır. Əgər damar döyünürsə, həkimə getmək lazımdır ki, deməli, damarda trombositlər çoxalıb, qanda trombositlər çoxalıb. Çünki tromb əlamətidir o.
Yəni, həmən hissə ki, orada döyünür damar, o tromb əlamətidir. Yəni, orada qan laxtalanıb, yaxşı hərəkət edə bilmir, damar başlayır döyünməyə. Sənə siqnal verir ki, burada bir problem var, bunu çöz. Hə, onun gedib indi, heç həkim, özün də onu edə bilərsən, yəni qan durulducu vasitələrdən istifadə edib, qanı duruldub, qanın yolunu aça bilərsən və yaxud da ki, həkimə getmək lazımdır. Daha burada mollaya gedib nəsə yazdırmaq lazım deyil. Yəni, bir məsələni düzgün ünvanda çözmək lazımdır. Qabağımdan pişik keçdi, pişik qara idi. Pişiyin günahı nədir ki, onun Rəbbi onu qara yaradıb. Onun sənin qabağından keçməsindən, yəni sənin etiqadınla buna inanmaq olmaz. Bu, qədim xristiyanlarda da var idi. Ərəblərdə də olub, bugün də bu davam edir. Yol gedəndə su atırlar. Niyə? Deyirlər, su aydınlıqdır, yolu uğurlu olsun. Bax, belə şeylər hamısı şirkdir. Gözüm qırpınır, gözüm atır, nəsə olacaq, gözün üstünə sap qoyurlar. Bunlar hamısı şirkdir. Əgər göz atırsa, göz qırpınırsa, deməli, sən gözdə yorğunluq var. Böyük ehtimal. Gözdə yorğunluq var və yaxud da ki, əsəblə əlaqəlidir. Ciddi əsəb keçirtmirsən, bununla da əlaqəli ola bilər və yaxud da ki, gözünü yorumusan. Bu da ola bilər. Qan kifayət qədər çatmır. Bu da siqnal kimi verir. Yəni, bir problem var. Bunu çözmək lazımdır. Əsəblisənsə, əsəbi kontrol elə, yoxsa bir orqanın sıradan çıxacaq. Bu, bunların siqnalıdır. Bunun tam bir elmi cavabı vardır. Hər birinin elmi cavabı vardır. Bəzilərinin isə heç elmi cavabı da yoxdur. Su atmağın heç elmlə də əlaqəsi yoxdur. Yenə dedik ki, qulaq cingildəməsində bir şey var, göz qırpmasında bir şey var. Bu qayçını açıq qoymağın heç elmi cavabı da yoxdur. Qayçını açıq qoymazlar. Əlbəttə açıq qoymazlar. Qayçını açıq qoyarsan, birinin ayağına batar, biri təsadüfən yıxılar, düşər qayçının üstünə, qayçı batar ona, öldürə bilər, damarın kəsər. Buna görə qayçını açıq qoymazlar. Gecə dırnaq tutmazlar, deyir. Gecə dırnaq niyə tutmazlar ki? Sən gecə ayılmısansa ki, gündüz ola bilər işim olsun, gecə dırnağı tut. İşıq var, aydınlıqdır. Qədimidə deyərdilər, gecə dırnaq tutma. Niyə? Çünki gecədə heç yeri görmürsən. Dırnağın əlindən çıxar, düşər bir qabın içinə, bir yeməyin içinə, zərər eləyər insanlara. Və yaxud da ki, dırnağı tapa bilməzsən, batar birinin ayağına, o infeksiya verir. Bəli. Bu səbəbdən deyiblər gecə dırnaq tutma. Gecə əgər aydındırsa sənin üçün, onun gecə ilə gündüzün nə əlaqəsi var? Problem deyil. Baxın, dəyərli müsülmanlar, bizim adımız müsülmandır. Muslim, yəni Allaha təslim olan. Biz Allaha təslim olmuşuq. Bütün bu işlərdə ümumiyyətlə uğursuzluq Allahın əlindədir. Biz buna inanırıq. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. La adva və la tiyarata və yu'cibunu el-falu. Qalu və məl-fal? Qal kəlimətu tayyibə. Ravahu el-Buxari və Muslim. Bu hədisi İmam Buxari 5776, İmam Muslimdə isə 2224 sayılı hədistir. Hədis Ənəs bin Məlik radiyallahu anhu tərəfindən rəvayət olunmuşdur. Və o deyir, Allahın Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Uğursuzluğa inam yoxdur. Uğursuzluq yoxdur. Məni fal təəccübləndirdi. Dedilər, fal nədir ya Rasulallah? O dedi, gözəl söz. Yəni, gözəl söz insan qəlbinə necə təsir edir? Gözəl söz insanı necə gücləndirir? Bax, bu gözəl sözün insan qəlbinə təsiri məni düşündürür. Bu nədir görəsən? Amma uğursuzluq yoxdur. Bəli, dəyərli müsülmanlar, uğursuzluğu ciddi şəkildə Allahın Resulü qadağan etmişdir. Abdullah İbn Məs'ud radiyallahu anhunun rəvayət etdiyi hədisdə Resulullah buyurur, At-tiyaratu şirkun.
Ravahu Ət-Tirmizi. Bu hədisi İmam Tirmizi və Abu Davud və İbn Məcə rəvayət etmişdirlər. Səhih sənədi ilə. Rasulullah deyir, uğursuzluğa inanmaq şirkdir. Və digər bir hədisdə Allahın Rasulü deyir, kim uğursuzluğa inanaraq bir işi tərk edərsə, görəcəyi halal bir işi tərk edərsə, o artıq Allaha şərik qoşmuşdur. Necədir bu? Yəni, yol çıxacaqdın, biri asqırdı. Sən dedin, aha, getmə. Birisi daha doğrusu dedi, getmə. Niyə? Filankəs asqırdı. Hə, o oturdu evdə, getmədi. Bir saatdan sonra çıxıb getdi. Hə, bax, asqırılmağa görə getmədisə, Rasulullah deyir, o Allaha şərik qoşmuşdur. Bəli, elə bir getdi, ocaqda nəzir qoydu kimi, onun günahı nədirsə, həmən günahı qazandı. Və yaxud da ki, Allahdan qeyrisi üçün qurban kəsənin günahı nədirsə, bu da həmən günahı qazandı. Çünki sənə bu yolda uğur gətirən Allahdır, uğursuzluq da verən Allahdır. Sən yolu çıxanda de, Bismillah, təvəkkəltu alallah. Tamam, çıxdığın yol halaldırsa və ağılla da düzgün vaxta çıxmısansa, yəni ağlıvı da işə salarlar da belə yerdə. İndi bu vaxtı yola çıxarlar, çıxmazlar. Bu işi ümumiyyətlə dalıca gedərlər, getməzlər. Sənin ağlın sənə icazə verirsə, o zaman Rəbbinə təvəkkül et, yola çıx. O asqırdı, kiminsə üzünə çıxdım, mən evdən çıxanda qonşu filankəsi gördüm, onun gözü göydü, dişləri aradı. Hə, bax, belə adamlardan uzaq dur. Bütün bunlar hamı xurafatdır. Evindən çıxmısan, kimi görmüsən, salam aleykum de. Hə, indi o sənə pis gözlə baxacaq, pis gözü kontrol etmək olmur ki, hər kəs sənə baxa bilər. Nə inəyəcək? Evdə mi gizlənəcək? Çölə çıxacaqsan, işimi görəcəksən, onun gözü pisdirsə, və sənin Rəbbin necə? Gücü çatmır ona. Sən Rəbbinə təvəkkül et. Rəbbin istədiyi baş verəcək. Bəli, gözdəymə vardır, göz vurma vardır, o haqda danışmışıq. Bu ayrı mövzudur. Göz vurmadan qaçmaq istəyirsənsə, səndəki neymətləri göstərmə. Gündə gedib övladının xeyirli övlad olmasından danışma, gündə qazancından danışma, öz var dövlətindən danışma ki, biri sənə göz vurmasın. Daha bunun xaricində nə edə bilərsən ki? Bəli, dəyərli müsəlmanlar, bu cür etiqadlar dinimizə görə şirkdir, qadağandır. Hətta Qur'an-ı Kərimdə də, Yasin surəsində də 18-19-cu ayələrdə belə bir ayə keçir. Orada şirk əhli müsəlmanlara belə deyir. İnna tatayyarna bikum لَإِلَّمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ. Şirk əhli Allahın dininin dəvətçilərinə deyirlər, siz bu dəvətinizə son qoyun. Çünki siz belə danışanda bizim üçün pis olur, pis keçir və sizin bu danışığınız bizim üçün pis keçir. Əgər siz bu danışığınıza, yəni Allahın dinindən danışmağa son qoymasanız, o zaman biz sizi daşqalaq eləyəcəyik və yaxud da ki, daha şiddətli əzab verəcəyik. Dəvətçilər onlara belə cavab verdi. Qalu, tairukum ma'akum, əin zukkirtum, bəl əntum qavmun musrifun. Siz nə qədər musrif qövümsünüz, xalqsınız. Sizin uğursuzluğunuz sizin özünüzdədir. Yəni, öz əməllərinizin içindədir. Siz Allaha şərik qoşursunuz. Allahdan qeyrilərinə itaat edirsiniz, ibadət edirsiniz və sonra da deyirsiniz ki, sizin sözünüzdə uğursuzluq var. Uğursuzluq sizin həyatınızdadır, özünüzdədir. Bəli, dəyərli müsəlmanlar, kiminsə həyatında bir uğursuzluq olubsa, bu o demək deyildir ki, bu zərərdir. Biz həyatımız boyunca nə qədər uğursuz addımlarımızdan ibrət götürüb büxtələşmişik, professionallaşmışıq, işi öyrənmişik. Hər gözəl mütəxəssis
həmin işin başında bir neçə dəfə xəta eləyib. Amma kim xətalarından ibrət götürürsə, bəli, o həyatının gələcəyində o səhvlərə düşmür. Yəni, hər baş verməyən iş hökmən deyildir ki, nəsə o işi tərk etmək lazımdır. Davam etmək lazımdır. Bir dəfə alınmadı, ikinci, iki alınmadı, üç alınacaq. Çünki xətabı, səhvivi bir yerdə tapacaqsan, işi düzələcək. Ərəf surəsi 131-ci ayədə belə buyurur. وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَى وَمَنْ مَعَهُ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِنْدَ اللّٰهِ O günahkarların başına bir iş gələndə, onlar onu Musanın və onun tərəfdarlarının üzərinə atardılar. Deyərdilər ki, sizə görə bizim başımıza bu uğursuzluq gəlir. Siz bəd insanlarsınız, pis insanlarsınız. Allah isə deyir, onlar nə qədər zavallıdırlar. Uğursuzluq Allahın yanındadır. Digər ayədə dedi, öz içinizdədir. Yəni, günah sizdədir. Günah içinizdədir. Allah da sizi uğursuzluğa salıb. Burada isə deyir, Allahın yanındadır. Yəni, bəli, sonucu budur. Allahın izni ilə baş verir bütün bu işlər. Dəyərli müsəlmanlar, özümüzü islah edək, əməllərimizi düzəldək, biz düz iş görək. Sən düz iş görəndən sonra daha nə baş verirsə o sənin qədərindir. Daha bunu nə eləsə əlaqələndirib, yersiz yerə öz həyatımızı çətinə salmayaq. Bu cür şeylərə müsəlman inanmaz. Bunlar qədimidən qalmış və hələ də bəzilərinin həyatında çözülməmiş problemlərdir. Allahın Rəsulü bu cür işlərə etiqad eləyənləri müşrik adlandırmışdı. Və belə buyurmuşdu. Hədisi Abdullah İbni Ömər buyurur. Mən rəddətuhu tayratu min həcətin fəqət əşrəkə. Kim uğursuzluq qorxusundan bir işi tərk edərsə, o Allaha şərik qoşmuşdur. Sahabələr dedilər, ya Rasulallah, indi olur da, yəni bizdə köhnədən bu inanc qalıb, birdən belə bir şey ağlımızdan keçsə, bunun kəffarəsi nədir? Yəni, neyniyək ki, Allah bizi bağışlasın? Allahın Rasulü dedi, ən yəqulə əhəduhum, Allahümmə la xayra illə xayrukə, və la tayra illə tayrukə, və la iləhə qayrukə. Ravahu Əhməd. Hədisi İmam Əhməd rəvayət etmişdir. Rasulullah deyir, sizdən biriniz birdən bilmədən belə bir xətanı etsəniz, həmən bu sözü deyin. Allahım, xeyir yalnız səndədir. Səndən başqasında xeyir yoxdur. Allahım, uğursuzluq da səndədir. Səndən başqası bizi uğursuzluğa sala bilməz. Allahım, bizim səndən başqa ilahımız yoxdur. Bəli, deməli biri birdən bilmədi, gəlsə dilinə, filankəs asqırdı, getmə. Bax, belə bir xətanı eləyən kimi həmən la ilahə illallah deyib, bu zikri əzbər bilirsənsə ərəbcəsini de, bilmirsənsə ana dilində de ki, Allahım, bütün bu xeyir, şər sənin əlindədir. Biz sənə təvəkkül edirik, sənə iman etmişik, bizi bağışla. Allah Subhanahu taala bizi islah etsin, bu cür xurafat, yanlış etiqadlardan ümməti də uzaq tutsun və özümüzü islah edək ki, çünki bizim dinimiz elmli dindir. Cahillərin dini deyil, dua yazdırmaqla, mollaya getməklə və yaxud da ki, cirəvəzir vasitələrdən istifadə etməklə üzərində dua asır, dəri asır, nə eləyir? Bunların hamısı şirkə daxildir. Müsəlmana yaraşmayan əməldir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.